Salam, bugün sizinlə təqdim olunan mənbələrə bir baş vuraq. Əsas sualımız nədir? Budur ki, niyə milyon illər əvvəldən qalan instinktlərimiz müasir həyatımızla toqquşur? Elə başlanğıcdaca bir vacib məqam var. Mənbələrdən biri Euro Parkını xatırladır. Yəni, T-Rex kimi də 65 milyon illik instinkti dəyişmək olmur. Biz də bugün baxacağıq, görək bu qədim proqramlaşdırma müasir sosial dinamikaya, xüsusən münasibətlərə necə təsir edir? Bəli, salam. Mənbələr əsasən onu deyir ki, bizim psixologiyamız hələ də min illər əvvəlki, necə deyim, ovçu-toplayıcı həyatına daha uyğundur. Və bu təkamül uyğunsuzluğu deyilən şey müasir dünyada yeməyimizdən tutmuş, yəni partnyor seçiminə qədər çoxlu çətinliklər yaradır. Məqsədimiz də odur ki, bu mənbələrdəki əsas fikirləri, onların mümkün nəticələrini sizə çatdıraq. Gəlin, elə birbaşa mətləbə keçək də. Mənbələr çox düşündürücü bir sual qoyur ortaya. Qadınlar təkamülən cəlb edici saydıqları o yüksək statuslu, dominant kişilərə olan meyllərini dəyişdirə bilərlərmi? Yəni, məsələn, ev işləri görən, qayğıkeş kişini cinsi baxımdan da eyni dərəcədə cəlb edici görməyə öyrənə bilərlərmi? Hə, bu çox maraqlı sualdır və mənbələrin cavabı, necə deyim, bir mənalıdır. Çox güman ki, yox. Həqiqətən də vurğulayırlar ki, təxminən 200 min illik təkamüllə formalaşan bu dərin proqramlaşmanı şuurlu dəyişmək, hətta bu müasir cəmiyyətdə daha uyğun görünsə belə, demək olar ki, mümkün deyil. Elə o T-Rex instinkti kimi dediniz ya, o qalır və davranışlarımıza təsir edir. Bu dəyişməzlik də bizi birbaşa başqa bir mövzuya gətirir, cütləşmə strategiyaları. Bəli, məhz o strategiyalar. Mənbələrdə bu çox müzakirə olunur. Xüsusilə Dr. David Basvar onun cüt dəyişmə hipotezi, yəni MSH, deyəsən tənqid olunur. Bu nəzəriyyə nə deyir ki, əslində? Sadə dillər desək, MSH deyir ki, qadınlar bəzən mövcud partnyorlarını daha yaxşı saydıqları biri ilə əvəz etmək üçün münasibəti bitirə bilər, yaxud xəyanət edə bilər. Məqsəd də əsasən uzun müddətli təminatı, yəni o etibarlı dəstəyi artırmaqdır. Mənbələrdə buna bəzən beta-box, yəni etibarlı təminat deyirlər. Amma mənbələr deyir ki, bu hekayənin hamısı deyil, yalnız bir tərəfidir. Onlar deyir MSH, qadınların eyni zamanda qısa müddətdə yaxşı gen axtarışını, buna da bəzən alfa-fox, cazibədar genlər deyilir bunu, nəzərdən qaçırır. Yəni, başa düşdüm. Deməli, daha əhatəli bir model də var. Mənbələrə görə, bəli, daha çox dəstək qazanan ikili cütləşmə strategiyası var, DMS. Bu modelə görə qadınlar həm uzun müddətli sabitlik, təminat axtarır, etibarlı partnyorla, həm də arzu olunan genetik xüsusiyyətlər axtarır, cazibədar partnyorla. Yəni, bu ikisi fərqli adamlarda da ola bilər. Hətta deyirlər ki, 2024-cü ildəki təzə araşdırmalarda elə DMS-i dəstəkləyir. Xüsusən xəyanətin motivasiyasında o genetik fayda axtarışının rolu bilinir. Maraqlıdır. Bəs bütün bunların müasir münasibətlərə təsiri necədir? Mənbələrdə belə sərt ifadələr var, o heç vaxt sənin olmayıb, sadəcə növbə səndə idi. Kimi? Bu nəyə işarədir? Yəni, bu bir tərəfdən kişinin o təkamüldən gələn sahiblənmə, atalıqdan əmin olma istəyi, digər tərəfdən də qadınların bəlkə də elə o DMS çərçivəsindəki strategiyalar arasındakı toqquşmadırmı? Sosial media təsiri, tələskənli iqtisadiyyatı, bunlar hamısı bu dinamikaları daha da, necə deyim, qabardır. Münasibətlərə getdikcə daha çox fərdi fayda, strateji əməkdaşlıq kimi baxılır bəlkə də. Bu da təkamül strategiyaları ilə hardasa üst-üstə düşür də. Deməli, texnologiya, informasiya bolluğu bu qədim oyunun qaydalarını daha şəffaf edib, eləmi? Mənbələr məhz bunu deyir. İnformasiya çoxluğu, sosial şəbəkələr, bunlar insan davranışlarının, strategiyaların arxasındakı o təkamül mexanizmlərini daha aydın göstərir. Bu da təbii ki, bir çox insanın romantik idealları ilə insan təbiəti haqqında üzə çıxan, bəzən narahat edici həqiqətlər arasında bir uçurum yaradır. Nəticədə həm kişilər, həm də qadınlar arasında müəyyən məyusluq, çaşqınlıq yarana bilər. Çünki köhnə nağıllar yeni, daha sərt reallıqlarla toqquşur. Bizim təkamül keçmişimiz, o yatırılması çətin olan T-Rex instinkti müasir həyatla, xüsusən sevgi, münasibətlər sahəsində dərin ziddiyyətlər yaradır.
İnsan təbiəti bu cütləşmə strategiyaları haqqında belə açıq, hətta bəzən narahatlıq verən məlumatların asan əldə olunması, bu bizim özümüzü, münasibətlərimizi anlamağımıza necə təsir edir görəsən? Bu həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır, düzdür? Bu mənbələrdəki təkamül psixologiyası ilə müasir sosial dinamikalar arasındakı bu gərginliklər, görəsən sizin üçün hansı yeni fikirlərə, suallara yol açır? Hə, bu barədə düşünmək üçün bir mövzu. Gələn dəfə görüşənədək.